Müəllimlər, hər vaxtınız xeyirli olsun. Bugün sizinlə mən Elmi müəllim Əsgərzadədir. Bugün bildiyiniz kimi Naxçıvan Muxtar Respublikasında sertifikasiya imtahanı baş tutmuşdu. İbtidai sinif müəllimləri üçün sertifikasiya imtahanı təşkil olunmuşdu və tələbələrin belə deyək, imtahandan sonra yadında qalan sualları bizə bildiriblər və biz də həmin sualları izahını verəcəyik ki, digər MİQə və sertifikasiya imtahanı hazırlaşan müəllimlərin ümumi suallardan məlumatı olsun. Əvvəlcədən qeyd edim ki, ola bilər ki, hər hansısa bir sualda rəqəm belə deyək, fərqli ola bilər, imtahanda fərqli düşər, burada fərqli sualı görə bilərsiniz. Bu normal haldır. Bir daha təkrar qeyd edirik ki, bu suallar tələbələrin bizə verdiyi suallardır ki, müəllim, bu tip sual bizə düşmüşdü və s. və ilaxır. Davam edək. Başlayaq bizim izahımıza. Əvvəlcədən öz fikrimi qeyd edim ki, suallar çox rahat suallar idi. İxtisası 100% yazan bir xeyli tələbəmiz, müdavimimiz var. Yüksək nəticələr var. Bütün müəllimləri, uğur qazanan müəllimlərin hər birini təbrik edirik. Nisbətən zəif nəticə göstərən müəllimlər ola bilər təbii ki. Həmin müəllimlərə pis olmamağını bildiririk. Həyat hər şey bu imtahandan ibarət deyil. İnşallah daha yaxşı olacaq. Güclü səviyyədə hazırlaşıb, öz üzərində işləyib daha yaxşı nəticələr əldə edə bilərsiniz. Başlayaq. İlk sual ehtimalla bağlıdır. Torbada 18 yaşıl, 11 qırmızı, 6 ağ top var. Ümumi nə qədərdir müəllimlər? 18, 11, 6. Bunların hamısının cəmi 35.